Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala men la nebiyye ba'dahu amma ba'd. Esselamu aleyküm ve rahmetullah. Deməli, qardaşlar, namazın təzimi haqqında olan dərslərimiz davam edir. Allah Azze ve Celle'nin izni ilə hər bir müminin, yəni deyək ki, boynunun borcudur ki, Allah Azze ve Celle ona verdiyi bu nimetin dəyərləndirsin. Yəni Allah Azze ve Celle bizə Rəbbimizin qarşısında gündə 5 vaxt namazda, hələm fərzlərdə, yəni izin verib, müvəffəq edib ki, onun qarşısında duraq və neynəyək? Allah Azze ve Celle'dən yəni istəyək. Və bu, hər kəsə verilən bir neymət deyil. Ona görə də müminin çalışmalıdır ki, mümin bu şeyləri dəyərləndirsin. Və ümumiyyətlə, şeyx burada, yəni bugünkü fəsildə nəyə gətirir? Peyğəmbər sallallahu aleyhi ve sellemin hədisində olan, yəni başlıqla başlayır mövzunu. Deyir ki, necə ki Peyğəmbər sallallahu aleyhi ve sellem Bilal radiyallahu anh'a nə deyir? Əlihnə bis-salah. Yəni bizi namazla rahatlandır. Şeyx gətirir ki, burada həqiqətən də bu dünyada deyir, müminin deyir, ən çox gözünün deyir, sevinci nə olmalıdır? Yəni, ən çox onun bu dünyada sevindiyi məqam Allah Azze ve Celle'nin qarşısında durmaqdır, yəni namazdır. Yəni, müminin halı bu olmalıdır. Namazın vaxtı girəndə, yəni sanki onun gözləri parıldamalı. Həqiqətən də deyir, kimin deyir, halı budursa, yəni müminin halı nətərdir? Yəni, deyir, kimin halı budursa, xoş onun halına. Lakin deyir, qəflət əhli. Qəflət əhli, qəlbləri dünyaya bağlı olan insanların namazın vaxtı daxil olanda görərsən ki, onlar üçün ən şiddətli olan şey namaza durmaq olur. Və onlar üçün ən çox sevimli şey namazın axırını tez satıb, namazı bitirmələri olur. Və baxırsan ki, mümin isə, necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm Bilal radiyallahu anh'a dediyi kimi bizi namazla rahatlandır. Yəni, mümin namazda rahatlıq tapır. Və ümumiyyətcə, bəzən görürsən ki, bəzi təcrübələr onu verir ki, insan xuşu ilə qılanda namazı, sanki o 4 rükət nətər gəlir, keçir, heç özü də bilmir. Yəni, insanın diqqəti namazda olanda, xuşu içində qılanda, görürsən ki, həqiqətən də o, nədir, namaz ona o qədər xəfif gəlir ki, necə yüngül olur, necə tez qutardı yəni. Baxırsan, insanın o imanın azalan vaxtında, xuşu olmayan vaxtında, vallahi o namaz nə uzun çəkir, nə qədər ağır gəlir insana. Görsən, hamısı səbəb nədir? Yəni, insanın qəlbindəki olan o təzimin azalmasıdır. Ona görə də Şeyx Valid Əs-Səidən, keçən dərsdə də bunu qeyd eləmişəm, usulçuların bir gözəl bir sözünü gətirir, deyir ki, yəni insanlara, biz insanlara mükəlləflər deyirlər də, mükəlləflər. Yəni, mükəlləf, yəni yüklənmişlər, belə. Yəni, sanki Allah Azze ve Celle bizi şəriətlə yüklüyübdür. Və bu yük o qədər ağır bir şeydir ki, çox ağır olan bir şəriətin yükü çox ağırdır. İnsan yalnız onu qəlbinin, imanının gücü ilə qaldıra bilir. Deməli, hər dəfəm insanın qəlbindəki iman zəifləyəndə o ibadətlər ona ağır gəlir. Onu qaldıra bilmir, gücü çatmır. Amma insanın deyir qəlbindəki iman artanda, güclənəndə, nə qədər çox güclənirsə, o qədər də o yükü qaldırmaq onun üçün asan olur. Deməli, qəlbindəki olan imana görə bəzən görürsən ki, insanların halı həmən o qəflət əhlinin və münafiqlərin namazda olan halları kimidir. Və izə qamu ilə salati qamu kusələ. Yəni, onlar namaza qalxdığı zaman nə olurlar? Təmbəlliklə qalxırlar. Və ona görə də gətirir ki, burada İbn-i Qeym Rahiməhullah'ın 6 dənə qayda gətirir. Deyir ki, bir insanın namazı rahat qılması üçün 6 dənə qayda var. Bax, bu şeylərə riayət etsə, o namazda olan ləzzəti tutacaqdır. Deməli, 6 qaydadan birincisi nədir? İnsanın namaza gəlməmişdən qabaq niyyətini düzəltməsidir. İxlaslı olmaq. Yəni, mən aləmlərin Rəbbi üçün Allah Azze ve Celle'nin huzuruna gedirəm.
Yəni ixlas ümumiyyətlə bütün mövzularda elə bir mövzudur ki, həqiqətən də bütün ibadətlərin nədir? Əsasıdır. Çünki o bir insanın ixlası olmazsa, əsla onun başqa bir şeylərində nədir? Həmən əməlin sonu puşdur. Çünki ümumiyyətcə 2 dənə şərt var. Hər biri əməldə qardaşlar 2 dənə şərt var. O 2 şərtin biri yoxdursa, o əməl məqbul deyil. O da nədir? Biri ixlasdır, yəni Allah üçün olmalıdır əməl. İkincisi də Peyğəmbər s.ə.v sünnəsidir. Ona görə də baxın, şeytanın da ən çox fəsad etmək istədiyi də məhz oradır. Çünki bilir ki, onları vursa başqa şeyə ehtiyac yoxdur. Sənin ixlasını zay etsə, hər bir əməldə, istəyir elm tələb etmək olsun, istəyir Allah yolunda xərcləmək olsun, hər bir şeydə qardaş, ağlına yüzlərlə işlər gətirir, yüzlərlə fikirlər gətirir, sənin niyyətini döndərməkdən də. Ona görə də insanın namaza durmamışdan qabaq nə etməlidir? niyyətini düzəltməlidir. Yəni ki, deyir ki, şeyx burada ki, yəni nə deməkdir o? İnsanı namaza təşviq edən, namaza onu yerindən qaldıran Allahın rızası olmalıdır. Başqa bir niyyətlərə görə qalxmamalıdır. Yəni, mən namaza qalxıramsa, aləmlərin Rəbbi üçün. Allah Subhanahu əmri üçün. Yəni, Allah Subhanahu qarşısında öz qulluğumu yerinə yetirmək üçün qalxıram. Yəni, budur səni namaza təşviq edən, budur səni namaza qaldıran. Əgər kimin halı budursa, ilk mərhələni keçmiş oldu. Sonra gətirir ki, ikinci, o da nədir? Əs-sidqü və nushu. Sidq nədir? Ümumiyyətcə, sadiqlik nədir? İxlasla sadiqin mənası var. Yəni, fərqləri var bir-birinə. Yəni, sadiqliklə ixlasın fərqi nədədir? İxlas, qısa olan tərifi budur ki, insanın əməli Allah üçün etməsidir. Sadiqlik nədir? Sadiqlik insanın zahiri ilə batininin bir-birinə uzlaşmasıdır. Deməli, ərəblərdə belə bir qayda var ki, əşyalar ziddinə görə tanınır. Yəni, ixlasın ziddi şirkdir, riyadır, Allahdan başqası üçün. Yəni, riya da kiçik şirkdən saydığına görə deyir ki, ixlasın ziddi şirkdir, sadiqliyin ziddi isə nifaqdır. Yəni, insan Allah üçün edəndə şirkdən təmizlənmiş olur, sadiqliklə etdiyi zaman nifaqdan, münafiqlikdən təmizlənmiş olur. Ona görə də baxın, yəni burada gətirir ki, ikinci məşhəd nədir? İnsanın ibadət əsnasında sadiq olmasıdır. Yəni, insanın daxilinin və zahirinin bir-biri ilə eyni olmasıdır. İnsan etdiyi, danışdığı, orada elədiyi kəlmələri və etdiyi feillərdə hər birində Allah Subhanahu huzurunda özünü hiss etməsidir. Yəni, əgər o qəlbində Allah üçün, o sadiqliyi qorumaq üçün namaza durubdursa, dediyi sözləri qəlbindəki olan nə ilə, duyğu ilə bir-birinə nə eləməlidir? Yəni, eyni qaydada gətirməlidir. Yoxsa əgər əks halda insan zahiri ilə təqvanı görsədib, qəlb uzaqda olarsa, bu sadiqliyin əksidir. Yəni, baxırdın Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtında münafiqlər namaz qılırdı, qılmırdı. Qılırdı. Özdə elə bir gözəl vəziyyətdə zahirən qılırdılar ki, əsla möminlərdən seçilmirdilər. Çünki əgər seçilsəydilər, Ömər radiyallahu anh gəlib Huzeyfəyə deməzdi ki, ey Huzeyfə, mənim adım orada var. Elə tanıyardı da, münafiqlərə baxın, bunlar bilir, namazda onlar belə qalırlar. Bu əlamətdən tanıdım ki, bunlar münafiqdirlər. Tanımırdılar. Niyə görə? Çünki zahirləri möminlərlə eyni idi. Lakin məsələnin fərqli hissəsi araydı, qəlb. Ona görə də bir mömin eşidəndə ki, dində hər hansı bir şey qınaq olan bir şeydir, pis bir şeydir, çalışıb o qüsurları özündə düzəltməlidir. Deməli, münafiqlərlə möminlərin namazındakı olan fərq haradaydı? Qəlblərində olan hisslər. Möminlər zahiri ilə və batinləri namazda cəm edirdilər. Münafiqlər isə buna məhəl qoymurdular. Ona görə də mömin çalışmalıdır, neynəsin? Yəni, o pis xislətdə olan münafiqlərə bənzəməməkdən ötəri həm zahirini, həm və batinini neynəməlidir?
üzərində işləməlidir. Yəni bu anlama gəlməsin ki, bəzən görürsən ki, insanlar gəlirlər dərsə, qardaşlar. Dərsə gəlirlər və misal üçün bir tələbənin dərsdə bu cür şeylərin danışmağını eşidirlər və özündə şeytan gəlir onun başında başqa fikirlər formalaşdırır. Bu nə danışır? Mən də xuşsuz namaz qılan mən münafiq oldum. Yox, əsla bu demək deyil. Bizim qəsdimiz, qardaşlar, bizim qəsdimiz özümüzü və namazlarımızı islah etməkdir. Cəmaatı, yəni belə deyək ki, ittiham edib və pisləmək deyil. Yəni, kimdə hansı xislət varsa, istəyir mən olum, istəyir. Bizdə örgəndikcə neyini eləyirik? O xislətlərdən təmizlənmək istəyirik. Və salam. Başqa bir qəsdimiz yoxdur burada. Ona görə də şeytan çıxartdığı o qərarların hamısını buraxın. Bizə lazım olan eşitliyin, mən nə bilim burada kim nətər namaz qılır. Bunu Allahdan başqa kimsə bilər və yaxud da bizi dinləyənlərdən nə bilim kim nətər namaz qılır. Deməli, o dinləyən özü eşidəndə ki, bu namaz münafiqlərin namazlarına oxşayan bir namazdır, nə etməlidir? Özünü düzəltməlidir və salam. Başqa bir şey yoxdur burada. Çünki bu onunla qulla öz Rəbbinin arasında olan bir şeydir. Çünki deyir, insan əgər bu cür namaz qılarsa, sıdqla, sadiqliklə əgər namaz qılarsa, artıq onun qəlbindəki duyğular ruh hökmünə keçir, zahiri əməlləri isə bədən hökmünə keçir. Yəni, ruhla bədən, cisim birlikdə olanda canlı bir şey olur. Və bu həmən o namaz olur ki, Allah Subhanahu taala ondan razıdır və qəbul edir və sənin qəlbindəki ixlasa və sadiqliyə görə nə edir? Onun mərtəbəsi artır. İnternet getdi. Xülasə olaraq, deməli, əgər insanın qəlbindəki sadiqlik itərsə, cismən olan zahiri qalarsa, bu nədir? Ruhsuz bədənin hökmündə olur. Ruhsuz bədən kimə lazımdır ki? Və həmçində deyir ki, və insan davamiyyətli şəkildə bu cür namaz qılarsa, deyir ki, namaz köhnə paltar kimi bükülər və onun sahibinin üzünə çırpılar. Və deyər ki, necə ki sən məni zay elədin, Allah da səni zay eləsin. Və sonra deyir ki, insan əgər ibadətinə diqqət edərsə, zahirini və batinini qoruyarsa, namaz ona nə deyər? Allah səni qorusun, necə ki sən məni qoruduğun kimi. Ona görə də, qardaşlar, yəni həmişə dediyimiz kimi, namaz elə bir ibadətdir ki, vallahi bir dəfə bitirdinsə, artıq onu bir də qiyamət günü asılanda görəsən. Yəni, getdi, qaytara bilmirik, getdi o namaz. Nə cür qılmışıq, o cür də qarşılayacaq. Ona görə mövzumuz həqiqətən də gözəl bir mövzudur. Vallahi bizə lazım olan da elə hissəsi nədir? Özümüzü islah eləyək. Yəni, Rəbbimizin qabağında gözəl şəkildə ibadət eləyək. Siz inanırsınız ki, baxın, ümumiyyətlə nəsihətlər cəmiyyətin halına uyğun olmalıdır. Bugünkü gün cəmiyyətdə bizim, bəzən görsən ki, qardaşlara biraz çox qəlb əməllərindən danışana deyir ki, bu da oturub durur elə qəlb əməli. İslamda bəyəm qəlb əməlindən başqa bir şeylər yoxdur. Var, çoxdur. Lakin bugünkü gün tələbatımız odur. Qəlb əməlindən çox danışmaq lazımdır. Niyə? Çünki zahiri fəsad, aramızda olan qardaşların arasında olan fəsad bizim qəlblərimizdə olan fəsadın təzahürləridir. Əgər sən zahirən olan fəsadları aradan qaldırmaq istəyirsənsə, qəlbdəki olan fəsadları aradan qaldırmaqla nail olasın. Başqa cür mümkünatı yoxdur. Ona görə bu mövzudan nə qədər danışsaq, hal-hazırdakı durumumuza görə vallahi azdır. Çünki nə qədər əməl eləməyəcəyik, o qədər də yəni onun bizə öyrəndiklərimizin faydası olmayacaq. Ona görə çalışmaq lazımdır. Çalışmaq lazımdır, nə edək? Ən azından öyrəndiklərimizi nə etməliyik? Çox-çox təkrar olmalıdır ki, yəni yadda qalmırsa, tez-tez deyiləndə bu mövzu, tez-tez mövzu gəldikcə görürsən ki, günlərin bir günündə təsir edir.
Və sonra üçüncü deyir, nədir? Üçüncü əl-iqtidadir. Əl-iqtidau. Nədir o? Etdiyin ibadətlərdə Peyğəmbər sallallahu aleyhi və səlləmi güdməyindir. Çünki alimlər gətirirlər ki, Rasulullah sallallahu aleyhi və səlləmin sünnəsi Nuhun gəmisidir. Kim mindisə qurtuldu. Kim minmədisə neynədi? Həlak oldu. Və buna dəlillər çoxdur, mövzumuz o deyil. Lakin baxın, ümumiyyətlə kimsə bilmək istəsə ki, namazda olan sünnə nədir yəni? Yəni insan namazda olan sünnələrə riayət etməklə nə anlam verir ona? Bu neyini yer yəni? Sünnə ümumiyyətcə dediyin nədir? Allah Subhanahu taala Peyğəmbəri, Rasulü göndəribdir ki, onun qarşısında və ya başqa ibadətlərini, onun əmrlərini və qadağalarını onun istədiyi şəkildə etmə yollarını ona göstərsin. Niyə? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm Rasulluq ona verilməmişdən qabaq o onları bilmirdi. Və etdiyi feillər də ondan izhar olsa belə sonradan nədir? Allahın istəyi də ortaya qoyurdu. O sünnə nədir? Allahın istəyidir. Sadəcə olaraq Peyğəmbər sallallahu aleyhi və səlləm bu cür etməyə əmr edir. Və ona görə də baxın, namazda etdiyimiz əməllərdə sünnəyə nə qədər iqtida etsək, o qədər Allahın razı qaldığı şəkildə onu yerinə yetirmiş oluruq. Sən Allahın qarşısında onun istədiyi şəkildə yerinə yetirirsən. Məsələ budur. Bəzən görsən, qardaş gəlir, təkbiratul ehram sənətə verir, belə deyirlər. Namazdan qalxanda rukudan qalxır, belə eləyir. Belə eləyir. Bir dənə belə barmağını qaldırır, gedir. Ana, baxsan ki, vallahi, əgər insan tədəbbür etsə ki, bax, prezident durubdur gözünün qabağında və sənə deyibdir ki, bax, filan şey belə eləmək lazımdır. Və sən onun qabağında durmuşsan, onun səni gördüyü, gözünlə görürsən onu və gördüyün halda onun demədiyi, xoşuna gəlmədiyi formada eləyirsən. Sən onu eləmərsən. Niyə? Çünki sən onu görürsən. Sən onu görürsən və bilirsən ki, nədir? Yəni, mükafat var, mükafat verəcək, əgər onu dediyin eləsən. Amma insan bu şeyləri, Allahın əmrlərini qəlb gözü ilə görür. O qəlb gözü də ha vaxt tutulur, qardaşlar. İnsanın dünyaya bağlanıb, şəhvətlərinə uyandan sonra olur. Görürsən ki, qəlb gözü ölür, görmür. Allah Azza və Cəllənin nədir? Qarşısında duranda sanki yəni tədəbbür etmir ki, o Rəbbinin qabağında durubdur. Və Peyğəmbər sallallahu aleyhi ve səlləmin sünnəsinə ittiba etmək namazın neçənci qaydalarından idi? Üçüncü. Dördüncü də gətirir ki, ihsan mərtəbəsidir. Yəni, insan namaza durmamışdan qabaq, necə ki dedik, ixlasda olsa, sonra zahiri ilə və batini ilə məşğul olub, onların da ikisini də eyni araya gətirsə, etdiyi əməlləri namazda sünnəyə müvafiq formada eləsə, dördüncü gəlir nə? Etdiyi əməli Allah Subhanahu taalanın nəzarəti altında özünü hiss edərək etməsidir. Ümumiyyətlə, muraqaba məsələsi deyirlər buna. Muraqaba nədir? İnsanın etdiyi ibadətləri, necə ki Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, sən Rəbbini görürmüş kimi ona ibadət etməlidir. Necə Cəbrail aleyhissalam soruşur, əxbirni anil ihsan, mənə ihsan haqqında xəbər ver, deyir, ən tə'budallaha kəənnəkə tərahu. Sən sanki onu görürmüş kimi ona ibadət etməyindir. Sanki insan Rəbbini görür, qəlb gözü ilə onu görür. 7 qat səma üzərində. Allah Azza və Cəllə əmr edir, qadağan edir. Yəni, bu cür şeyləri canlandırır gözünün qabağında və Rəbbinə o cür ibadət edir. Deyir ki, فَاِنْ لَمْ تَكُنْ تَرَاهُ فَاِنَّهُ يَرَاكَ. Sən onu görməsən belə, ikinci mərtəbə gəlir. Ya, bundan əmin ol ki, o səni 100% görür. Yəni, o səni görürmüş kimi ən azından ibadət edər. Etdiyin əməllərində, getdiyin rukuda, verdiyin təkbirlərdə, yəni Allah Azza və Cəllənin qarşısında rukuya gedəndə belini əyərək, nə bilim, səcdəyə gedəndə əllərini, bəzilər səcdəyə gedir, 5 parmağını qoyur yerə, ovucun içi qalır göydə.
Nə bilim, bir böyrün qoyur, ayağının gah biri qalır göydə, bir barmaqların qoyur. Ya bunların hamısını öyrənmək lazımdır. Allah Subhanahu huzurunda etdiyimiz əməlləri nə etmək lazımdır? İhsan mərtəbəsində kimi etmək lazımdır. Tək zahirimizi yox, eynən də batinimizi. Bir fikir orada burada olanda bir dənə düşün günə ki, bax, Rəbbim mənim qəlbimi görür. Rəbbim buradan da xəbərdərdir. Çünki Allah Subhanahu Əl-Xabir olan adı var. Xabir nədir? Hər şeydən xəbərdardır. Heç nə gizlin deyil Rəbbimdə. Hər şeydən xəbərdardır. Hətta sənin qəlbində olan duyğuların belə Allaha bəllidir. Və sonra gətirir 5-ci. Allah Subhanahu qarşısında deyir, Əl-Məşhədul minnə. Yəni, insanın namazda bunu da düşünməsi önəmlidir. Yəni, baxın, nə qədər qullar var. Allah Azza və Cəllə onların içərisindən sənə hidayət verir. Və hidayət verdiklərinin də içərisindən hələm o biriləri, daha doğrusu hidayət deyəndə, İslam çərçivəsi böyükdür. Onların da içindən, məzhəblərin içərisindən sənin gəlib seçib, neyini? Sələf edib. Yəni, sələf nə demək? Sən etdiyin ibadətlərdə Peyğəmbər sallallahu aleyhi və səlləm iqtida edirsən. Yəni, baxın, Allah Rəsulü sallallahu aleyhi və səlləm, sahabələr, onlar necə safda durubdusa, bir gün Rəbbim sənə onu öyrədib, sən onlar kimi durursan. Onlar namazda əllərini hara qoyurlarsa, sən əlini namazda o cür qurursan. Sənin forman, şəklin onlar elədiyi kimidir. Yəni, bulağın başında necə olubdursa İslam, bax, o cür Rəbbim sənə bu şeyləri öyrədib. Bunlar hamısı Allahın bizim üzərində olan minnətidir. Və bundan da savaya, ayaq üstə durduğun o 2 dənə ayaq var, ha, düz durmusan, ha, Allahın huzurunda. Onu da dərk elə ki, Rəbbim onu sənə hədiyyə veribdir. Neçə insan var, ayaq üstə yox, dura bilmir. O səcdə eləyəndə əyri durursan, ha, Rəbbinin huzurunda. Elə onda minnətini Allahın hiss etkinən ki, Allah Subhanahu hər quluna 2 əl, 2 ayaq, başı salamat şəkildə qoymaq üçün yerə salamat bir bel verməyibdir. Bu neymətlərin hamısını insan düşünməlidir. Bu insanı nəyə gətizdirir? Yəni, insan Rəbbinin neymətlərini düşündükcə görür ki, həqiqətən də insan nədir? Allah Subhanahu qarşısında acizdir. Və Allah Subhanahu, baxın qardaşlar, ən böyük olan neyməti nədir? Bizə olan minnəti nədir? Allah Subhanahu bizə vallahi İslam veribdir. Yəni, bu dünyada nə qədər zəngin yaşayırsan yaşa, qardaş. Əgər sənin dinin yoxdursa, Allah qatında sən heç kimsən, qardaş. Sənin dinin yoxdursa, sən o dinsiz şəkildə öləsənsə, xalidinə fiyhə əbədə. Kafir kimi getdinsə, dinin yoxdursa, əbədi olan odda qalassan. Əbədi. 1 il yox, 5 il yox, 100 il yox, 1000 il yox, əsrlər boyu yox, əbədi. Əbədi, yəni insan dinsiz şəkildə. Allah bu gün sənə din əta eləyib, qardaş. Və sən bu dini qorumasan, Allah qorusun. Sən də sabahsı gün onlardan biri ola bilərsən. Ona görə də kim əlindəki zərin qədrini zərgər verir. Yəni, insan İslam dininin neymətini ha vaxt bilir. Nəyə görə ki, nədən? Küfürü görüb gələnlər İslama gələndən sonra İslamdan möhkəm yapışır. Amma İslamda böyüyən uşaqlar görürsən ki, nədir? Çox vaxt İslamın qədrini bilmirlər. Çünki bu birlər görüblər axı. Nətər bataqlıqdan çıxıb gəlmişik. Nələr görmüşük. Hansı irgənc insanların içərisindən çıxmışıq. Gəlmişik indi İslama görürsən ki, subhanallah, bunu əldən vermək olar. Amma görürsən, insan İslam üzərində böyüyəndə bunu duymur. Ona görə də insan nə etməlidir? İbadətlərində Allah Azza və Cəllənin yəni onun üzərində olan minnətini hiss etməlidir. Və baxırsan, bu insana nə verir? Bu cür düşüncə namazda olan, ümumiyyətlə Allah Subhanahu ona olan minnətini düşünməsi insandan ucubu qaldırır. Ucub nədir?
insanın özü özündən razı qalması. Ümumiyyətcə, ucubu, yəni bax, misal üçün, xoşlanır insan özündən. Baxır özünə güzgüdən və biz simpatişniyəm. Bizim nəsil hamımız belə, savadlı adamlarıq biz. Biz ümumiyyətcə, bizlər nəydi? Biz ya özünə hansısa rayona nisbət eləyir, ya nəslə nisbət eləyir. Bizdən yoxdur. Başa düşmür ki, sizi eləyən Rəbdir. Hətta olsa belə, rayonunuza görə olsa, ailənizə görə, nəslinizə görə olsa, nədir? Bilmək lazım ki, o nəsli də savadlı eləyən Allah Subhanahu. Necə qardaş var, bir dənəsi deyir, zülümlə oxudum, deyir, prava almışdım, deyir. Pravanda deyir, alanda imtahan verdim, aldım. Bildim, mənlik də öyle, Allah verdi, Allah asanlaşdırdı, inancı hədiyyə elədi, deyir. Evə gəlmişəm, anam deyir, ilk dediği şey oldu ki, valla bizim nəsil savadlı nəsildir, sən onu almalıydın, deyir. Birbaşa nisbət ancaq özünədir. Yəni, Allah Subhanahu, yəni Allahın asanla deyir, mən bilirəm, Allah asanlaşdırır. Çünki mənim qüdrətim yox idi orada. Deyir, ilk eşitdiyim söz budur. Ona görə, yəni insan daim nə qədər, bax Allah Subhanahu nemətlərini zikr edəcək, o qədər özündəki olan nöqsanlar ortaya çıxacaqdır. Bax, misal üçün, bir insan durub, misal üçün, baxsa, öz güzgüdə olan bütün yaraşıqlı hissələrini desə ki, mən nə simpatişin olan, saçını da ayırır, mən prisoskam belə. Amma bir dənə düşünsə ki, bax, Allah Azza və Cəllə bunu mənə veribdir. Rəbbim verib bu gözü. Bu qaşı kim verib mənə? Mənim burada nə rolum var ki? Nə oturub özünün tərəfisin? Sən burada nə qalmısan ki? Yəni, burada sənin ümumiyyətlə nə var? Hansı bir sənin burada feilin var? Heç nə. Allah Subhanahu hədiyyə edibdir. Sən də oturub ondan özünü neyinirsən, hə? Çıxartmırsan dağların başını, elə bilsən hər şey səninlikdir. Amma insan düşündükcə özünün nöqsanlığını ortaya qoyur. Görür ki, bu neymət, bəs bu neymət, bu neymət, neymətləri saydıqca başını salır aşağı. Sonra görür ki, subhanallah, həqiqətən də mən heç kiməm. Amma onları unudanda baş qalxır yuxarı günü-gündən. Görürsən, nə edir? Ayağın altını görmür. Allah qorusun. Çünki Allah Subhanahu Nəhl surəsi 53-cü ayədə deyir ki: "Və mə bikum min ni'mətin fəmin Allah." Bax, hansı nemət var? Sizin üzərinizdə olan bütün nemətlər hamısı Allahdandır. Və nə qədər belə yəni ayələr var və bu ayələrdən də biri baxın Hucurat surəsində Allah Subhanahu deyir ki: "Velakinnallaha habbaba ileykumul imana və zeyyenehu fi qulubikum." Lakin Allah Subhanahu sizə imanı sevdirib və qəlblərinizdə neynifdir? Onu bəziyibdir. Və kərraha ileykumul kufra vel fusuqa vel isyan. Və küfrü, asiliyi sizin qəlbinizdə deyir, nifrət yaradıb ona qarşı. Ulaika humur raşidun. Doğru yolda olanlar da onlardır. Ona görə görürsən ki, müminin qəlbində Allah Subhanahu nə veribdir? Bir dənə küfür, pis şey görəndə nə hiss edirsən? Nifrət edirsən, nətər bunlar bunu edirlər? Bu nətər gedir belə pis işlərlə məşğul olur? Subhanallah, ona bax, onun halına bax, nətər içkili gəzir? Bu nə cür yaşayışdır? O sənə görə deyil. Allah sənin qəlbində sənə imanı sevdiribdir və qəlbimizdə bəziyibdir. Əgər onu eləməsəydi, bizə də xoş gələrdi. Biz də gedib səhərə qədər damını oynayıb, çayxanadan nərdə oynamaq bizim üçün sevdirilərdi. Amma Allah Subhanahu nə deyir? Və kərraha ileykumul fusuqa vel isyan. Fasiqliyi, asiliyi sizə neyniyib? Nifrət elətdiribdir. O Allahın qəlbimizə qoyduğu imana görədir, bizə görə deyil. Ona görə də insan nə etməlidir? Bu şeyləri həmişə Rəbbindən olmasını düşünməlidir. Və sonra deyir ki, 6-cı nə idi? Ət-təqsir. Yəni, insan bunların hamısını düşündükdən sonra bilməlidir ki, mən nə qədər də çalışsam, bax, bütün vasitələrdən tutsam belə, mən Rəbbimə kamil şəkildə şükür edə bilməyəcəm. Yəni, mümkün deyil ki, mən Allahın qarşısında onun layiq olduğu şəkildə bir ibadət edim. Mümkün deyil. Çünki əgər sənin etdiyin ən kamil olan ibadəti ən kamil formada gətirsən belə, Allah Azza və Cəllə ondan da daha kamilinə layiqdir.
Və insan bunu həmişə duymalıdır ki, yəni mən nə qədər çalışsam da Allah Subhanahu taalanın haqlı olduğu şəkildə ona ibadət edə bilmələm və daim özünün nöqsanlı olmağını düşünməlidir. Nə qədər vaxt gedir? İnşallah bir dənə də qısa olaraq, əgər yorulmamışıqsa, bir dənə də bu hissəni qutaraq. Yəni, insanın namazda olan halı nətər olmalıdır? Ümumiyyətlə, namaz nə cür olmalıdır? İnsan namaza durduğu qardaşlar, baxın, namazda seçilən sözlər var, ha. Namazda seçilən sözlər, zikirlər, feillər Allah Azza və Cəllə tərəfindən seçilmiş kəlmələrdir. Yəni, Allah subhanahu, sünnənin özü də Allah tərəfindən seçilmək şeylərdir. Ona görə də, baxın, insan bax bu şeyləri eləməkdən ötəri namazda danışdığı sözləri bilməlidir mənalarını. Əgər sən onu bilməsən, sən xuşu yığa bilməyəsən. Sən nətər ola bilər ki, aləmlərin Rəbbinin qabağında namaz qılırsan, amma dediyini anlamırsan. Nə istədiyini bilmirsən. Bəzən birilərimiz bizə deyirlər ki, şeyx bir dənə gözəl söz deyir. Deyir, sözsüz ki, hər kəs bilir ki, İxlas surəsi Qur'anın 1/3-idir. Amma bizdən birimiz o niyyətlə o namazda oxumur. İxlası ona görə oxumur ki, bu Qur'anın 1/3-dir. İxlası qutar ki, o qısadır. Tez oxuyum, tez qutarsın. Ona görə oxuyur. Baxmayaraq ki, oxuduğu surə nədir? Ən əzəmətli surələrdəndir. Eləcə də baxın, qardaşlar, namazda olan sözlər var, ha. Vallahi, insan onları tədəbbür etsə, başqa bir şeyə ehtiyac yoxdur. Görəsən ki, xuşu əmələ gəlir. Onlardan birincisini keçək, inşallah görən bir yorğunçuluqdur. Yəni, qardaşlar çox yorğunuz. Gələn dərsi inşallah davam edərik. İstiftah duası var, namaza başlamaq üçün olan açılış duası. Deməli, biz ümumiyyətcə çoxumuz ondan bir dənə dua bildik da. Subhanəkə Allahümmə, onu bildik. Yəni, ondan başqa da sünnədə çoxlu dualar var olubdur. Hansı ki, Peyğəmbər sallallahu əleyhi və səlləm gecə namazını başqa dua ilə açardı və başqa dualar var ki, Peyğəmbər sallallahu əleyhi və səlləm namazı onunla başlayardı. Lakin bizə asan olan budur, bunu öyrənmişik namazın təlimindən əslində. Onu da çoxumuz başlayan kimi təkbiri verir, getdi. Heç bilmədin, nə dedin? Əsas odur ki, dedin. Xüsusən də cəmaat namazında imamın dalında bir çatdırım o sözü deyim, boynundan düşsün. Amma nə deyim? Əzəmətli mənaları var. Təbii, insan Rəbbinin huzurunda durur. Təkbiratul ehram gətirəndən sonra, Allahu Ekber deyəndən sonra, yəni ki, Allah Subhanahu taala ən böyükdür deyəndən sonra, ilk onun dediyinə bax, Subhanəkə, ey Rəbbim, sən bütün nöqsanlardan pak və münezzəh olan bir Rəbsən. Subhanəkə Allahümmə və bihamdikə, yəni həmdlə səni təzim edirəm, sənə təriflər edirəm. Və təbərəkə ismukə, yəni həqiqətən də sənin adın mübarəkdir. Elə bir iş yoxdur ki, Allah Azza və Cəllənin adı çəkiləndə o iş asanlaşmasın. Elə bir xəstəlik taparsan ki, Allah Azza və Cəllənin adı ilə şifa tapmasın. Allah Subhanahu taalanın adı çəkilən bir şeylər artar, bərəkətlənər. Deyir ki, başlayanda Bismillah ilə başla, bərəkətli olsun. Allah Subhanahu taalanın adı həqiqətən də mübarəkdir. Və sən Rəbbini o mübarək olmasını etiqad edirsən namazda. Təbərəkə ismukə deyirsən Rəbbinə. Sənin Rəbbin, deyirsən, ey Rəbbim, sənin adın həqiqətən də mübarəkdir, bərəkətlidir. Adın çəkilən iş, nə bax, hansı iş üzərində olursansa ol, adın çəkilən iş bərəkətlidir. Və təalə cəddükə, və sənin deyir, əzəmətin ucadır, adın ucadır. Sən Rəbbinin qabağında bunları deyirsən. Daha doğrusu hamımız bunu deyirik. Və sonra da nə deyir? Fikirlərimiz orada buradadır. Çünki dediklərimizi anlamırıq. Ona görə, baxın qardaşlar, mən demirəm bu bir namazla düzələcəkdir. Yox. Bax, 10 namazında, 20 namazında Subhanəkəni fikirləş, mənalarını. Denən ki, bax,
bugünkü namazında Subhanakanın mənalarını tədəbbür edəcəm. Bax, qalxıb gecə namazına o duanı dedikcən bir mənaları çalışacağım deyər. Heç namaz, bir namazda Subhanakanı düşün get. O birisi namazda bihamdikəni fikirləş. Və Teala caddukəni fikirləş. Yavaş-yavaş, onsuz da neçə illərdir namazlarda bunu düşünmədən gəlmişik da. İndən sonra yavaş-yavaş, hissə-hissə oturdurmaq lazım onları. Ki, dediklərimizi anlayaq. Allah Subhanahu taalanın qarşısında duranda dediyimiz sözləri anlayaq ki, biz Rəbbimizə nə deyirik ümumiyyətcə? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Dua edəndə bir kişiyə gələr, görür ki, dərhal Allahdan dua edib istəyir, deyir, bu tələsli. Əgər duasının qabağında Allahı tərifləsəydi, sonra Peyğəmbər sallallahu aleyhi ve sellemə salavat gətirsəydi, sonra istəsəydi, icabət olardı. Deməli, baxın, namaz ən böyük duadır da. Deməli, sən orada birinci nə edirsən? Allah subhanahu taalaya təzim edirsən. Allahı tərifləyirsən. Və Teala cəddukə, sonra nətər idi? Və la iləhə qeyrukə. Sonra deyirsən ki, ey Rəbbim, səndən başqa illah yoxdur. İstəyir rububiyyəsində, istəyir uluhiyyəsində. Yəni, rububiyyə və uluhiyyə ola bilər. İndi insanlar var, misal üçün ola bilər, qoşulurlar, misal üçün bilmirlər termin olaraq. Uluhiyyə nə deməkdir? Qısa olaraq rububiyyə nədir? Rububiyyə insanın Allahın feillərində Allahı təkləşdirməsidir. Uluhiyyə insanın öz feillərində Allahı təkləşdirməsidir. Yəni Allahın feilləri nədir? Yaradan kimdir? Allah. Ruzi verən kimdir? Allah. Öldürən, dirildən. Allahın bütün feillərində Allahı təkləşdirməyə rububiyyə tövhidi deyirlər. Uluhiyyə nədir? İnsanın etdiyi bütün feillərində istəyir qəlbi feillər olsun, istəyir zahiri bir şey olsun, Allahı təkləşdirməsidir. O da nədir? Etdiyin ibadətlər, dualar və sədəqələr, bütün hamısı bunun içine daxildir. Qəlb əməlləri, hamısı bunun içine daxildir. Nədir? Allahdan başqası üçün olmamalıdır. Və sən bu sözləri deyirsən və daxil olursan namaza. İnşallah bununla kifayətlənək. Allah Subhanahu istəyək ki, Allah Azze ve Celle bizi eşidib faydalardan eləsin. Allah Subhanahu istəyək ki, Rəbbim bizim Peyğəmbər sallallahu aleyhi və səlləmin namazı kimi namaz qılmağı, onun əshabının necə Rəbbinin qabağında müthiş şəkildə durduğu kimi qarşısında bizə o cür ibadət etməyə müvəffəq eləsin. Allah Subhanahu istəyək ki, Rəbbim bizə məqbul əməllər əta eləsin. Rəbbim necə ki bizi burada bir gözəl məclisdə cəm etmişdi, istəyir canlıda olsun, istəyir belə olsun. Allah Azze ve Celle bizi Peyğəmbər sallallahu aleyhi və səlləmin Kövsər bulağının ətrafında cəm etsin. Onun ovuzundan su içməyə nəsib etsin. Allah Azze ve Celle bizi sıratın üzərindən göz qırpımında keçitsin. Rəbbim bizə oranın dəhşətini, vəhşətini heç nəyin görsətməsin. Və biz anən neyniyək? Yəni sıratın o tərəfində. Allah Subhanahu izni ilə gözümüzün bir qırpımda orada olmağa müvəffəq olaq. Ve doğrusunu Allah bilir. Subhanakallahumma Rabbena ve bihamdik. Eşhedü en la ilahe illa ent. Estağfirullah ve atubu ileyh. Amin.